Fəsil 17. Bu iki tənha adamın görüşü idi. Onun kökündə məhəbbət, ehtiras, hissi, qarşılıqlı fayda yoxdur. Bu ancaq yalnızlıqdan, problemlərdən, öz düşüncələri ilə tək qalmaqdan qaçmaq cəhdi idi. İkisi də olduqca yetkin adamlardı. Bir-birlərinin vəziyyətini başa düşürdülər. Amma onlar bu yaxınlıqdan sevinç hissi keçirirdilər. Onlar çarpayıda oturmuşdular. Bir-birinin gözünə baxırdılar. Qadın yorğanı götürüb ikisinin də üstünü örtdü. Sonra çantasından siqaret çıxardı. Qəribədir. Bu qadının burada dediyi ilk sözlərdir. Sən məndən fərqli olaraq siqaret çəkmirsən. Adətən tərsinə olur. Son zamanlar əslində bu qanuna uyğunluqdur. Drongo yüngül tərzdə dedi. Kişilər öz sağlamlığı haqqında daha çox düşünürlər. Bizimlə eyni hüquqlar uğrunda mübarizə aparan sizlər isə gərgin stres içindəsiniz. Deyəsən bu doğrudur. Qadın gülümsündü. Sən həm də qadınları sevmirsən. Yelena başını yellətdi. Sənə heç kim deməyib ki, sən yataqda özünü qəribə aparırsan? Niyə qəribə? Sənin hər nəvazişin, toxunmağın hansısa sehirli məna daşıyır. Elə bil ki, barmaqların toxunduğu yerə bir də dəyməyəcək. Sən həm tanış olub, həm də sağollaşırsan. Hə, Drongo onun gözlərinə baxaraq razılaşdı. Bu düzdür. Ola bilsin, mən ona görə yoluma çıxan qadınlardan belə tez ayrılıram. Sənə evlənmək lazımdır, Yelena düşünərək dedi. Kişilər üçün sən hələ cavanlıq yaşındasan. Mənim vaxtım artıq keçib. Artıq sönmüşəm. Heç nəyə ümidim yoxdur. Sən ərdə olmusan? Hə, uşağım da var. Amma indiki sənətim və körlanmış xasiyyətimlə kişi ilə yaşamaq mənə qadağandır. Özü də bütün kişilər yataqda sənin kimi diqqətli və nəzakətli deyil. Bircə kobud hərəkət məni zorlamaq istəyən o alçaqları yadıma salır. O an sanki içimi buz bağlayır. Mən bunu yadımdan çıxarmamağa çalışırdım. Hiss etdim, çox sağ ol. Qadın siqareti çəkib qurtarandan sonra Drongo'nun Parisdən gətirdiyi balaca külqabı da söndürdü. İki evdə yaşadığına görə hər ikisinə eyni əşyalar gətirirdi. Rəflərdə onun sevdiyi eyni kitablar, otaqlarda oxşar mebellərdi. O, qoca, hər şeyə fikir verən, tez kədərlənən olmuşdu. Bu, onun istəklərinə, həyat tərzinə uyğun gəlirdi. Nə etmək fikrindəsən? Əvvəl, nəhayət ki, Svetlana Roşko ilə söhbət etməliyəm. Mənim üstümə yekəpər əclafları göndərən qrafla görüşməliyəm. Bu təhlükəli ola bilər, qadın ehtiyatla dedi. Deyəsən, sənin bu oyuna baş qoşmağın onların xoşuna gəlmir. Səni hər yolla dayandırmağa çalışırlar. Bilirlər ki, hansı soyad altında fəaliyyət göstərirsən. Mən belə nəticə çıxarıram ki, görüşdüyüm 3 nəfərdən biri onlara mənim haqqımda məlumat verib, soyadımı da deyib. Kim? Qadın tez soruşdu. Kimlərlə görüşmüsən? Mərhumun dul arvadı Kira Leonidovna. Onun dostları Sergey Monastriyev, Arkadi Glinşteyn. Onlardan biri mənim Mironovun qətlinə olan marağımdan qrafa xəbər verib. Şəxsən onun özünə olmaya da bilər. Məlumat hansısa üçüncü şəxsə, oradan isə qrafa çata bilərdi. Bu insan haqda dolğun məlumat istəyirəm. Bizim informasiya mərkəzimizə sorğu verərəm. Qadın razılaşdı. Deyəsən, mən belə ləqəb eşitmişəm. Səncə haqqında kim danışa bilərdi? Bilmirəm, hələlik bilmirəm. Amma üçündən biridir. Onların hər biri qətlin sifarişçisini yaxşı bilir. Ona görə də bu məsələdən uzaqda qalırlar ki, sonra növbəti qurban olmasınlar. Bilmirəm. Bəlkə bu Glinşteyndir. Restoranda mənə bir soyad demişdi. İkili oyun apararaq mənimkini də onlara sata bilər. Monastriyevdə ola bilər. Özünü qətli araşdıran jurnalistlə əlaqəli olmaq şübhəsindən sığortalamaq məqsədi ilə. Kira Leonidovna da istisna deyil. O da, Yelena dərhal soruşdu. Hesab edirsən ki, o sənin soyadını kiməsə xəbər verə bilər? Hə, onun birinci növbədə düşünürəm. Əri ilə bağlı cinayətin hər araşdırılması ondan başlanmalıdır. Monastriyev və Glinşteyn bu oyunda mütləq iştirakçılar deyillər. Qadın isə qətlin araşdırılmasında ilk və əsas bənddir. Deməli, onun köməyi birinci növbədə lazımdır. Mən əminəm ki, gəlişimdən onun xəbəri var idi. Şəxsən mənim yox.
Ona xəbərdar ediblər ki, hər an ərinin qətli haqda sorğulandıran adam gələ bilər. O gəlsə, xəbər verməyini də xahiş ediblər. Onunla söhbət edəndə hiss etdim ki, belə bir adamı gözləyirmiş. Narahatlıq və gözlənilən görüşün həyəcanı duyulurdu. Demək istəyirsən ki, ərinin qətlində əli var? Əlbəttə ki, yox. O yəqin ki, araşdırmada maraqlıdır. Ola bilsin, dostlara və ya müstəntiqlərə hər bu mövzu ilə maraqlananlar haqda xəbər verməklə onun niyyəti xoşdur. Mən bunu nəzərə alıram. İlahi, Yelena ikinci siqareti çıxardaraq nəfəsini dərdi. Sənin başın tam dəqiq işləyən kompüterə bənzəyir. İndi başa düşürəm ki, niyə haqqında əfsanələr gəzir. Sən işindən ləzzət alırsan, belə deyilmi? Hə, Drongo etiraf etdi. Alıram. Buna görə yaşayıram da demək olar. Axşam Svetlana teatrdan evə qayıdırdı. Tamaşa uğurlu alınmışdı. Onu 2 dəfə təkrar səhnəyə çağırmışdılar. Prim otağı isə güllərlə dolu idi. Ən gözəl dəstəni götürüb teatr direktorunun lütfkarlıqla ayırdığı maşınla evə getdi. Evin yanındakı iri gölməcə küləkdən ləpələnirdi. Ona görə də qadın maşını evin girişinə yaxın saxlatdırdı. Svetlana yarım il bundan qabaq aldığı 2 otaqlı mənzildə tək yaşayırdı. Onun 5 yaşında olan qızı Tverdə anası ilə qalırdı. Karyerasının yüksəlməyinə mane olmurdu. Deyirdilər, ona yaxınlarda fəxri ad verəcəklər. O maşından çıxaraq sürücüyə minnətdarlığını bildirib küçə qapısından içəri girdi. Bu dəbli ev deyildi. Girişi qaranlıq və natəmizdi. Qadın liftə astaca yaxınlaşaraq aləti üzrə düyməni bastı. Kabinə səslə 1-ci mərtəbədə dayandı. Qapılar açıldı və o içəri girdi. Bağlanmaq istəyəndə kimsə ayağını qapıları saxladı. Bağışlayın, tanımadığı adam kabinəyə girdi. Qadın çiyinlərini çəkdi. Kişi hündür boylu, enli kürək, birazca keçəldi. Qadın o biri tərəfə baxmağa başladı. Onun pərəstişkarlarına oxşamırdı. Yəqin ki, kiminsə yanına gəlib və ya burada yaşayır. Qadın hələ bütün qonşuları tanımırdı. Lift sanki düşünərək səslə yuxarı qalxırdı. Kabinədə tutqun işıq yanırdı. Başını çevirəndə kişinin ona baxdığını gördü. Qadın narahat olmağa, yerində əsəbi halda ayaqlarını tərpətməyə başladı. Hətta liftin kabinəsində də manyakların qadınlara hücum çəkməsi ilə bağlı qəzetlərdə məlumatlar çox idi. Amma tanımadığı adamda heç bir ehtiras əlamətləri yox idi. O birdən soruşdu. Siz Svetlana Roşkosuz? Deməli pərəstişkardır. Qadın nəfəsini dərdi. Ona maraqla baxdı. Yaxşı geyimli idi. Bahalı ətrinin iyi gəlir. Bəlkə incəsənətlə maraqlanan yeni iş adamlarındandır. Fürsəti əldən verməmək yaxşıdır. Manyak adını heç soruşmazdı. Tanış səsi var. Yəqin onu hardasa görüb. Mən sizi tanımıram. Qadın nazlanaraq dedi. Sizin yaradıcılığınızın heyranıyam. Kişi etiraf etdi. Qadın gülümsündü. Liftin kabinəsində də onu tanıyırlar. Siz tamaşada olmusunuz? Əlbəttə ki, hə, çox xoşuma gəldi. Özüm qonşu binada, burada isə dostum Semyon Alekseyeviç yaşayır. Siz onu tanıyırsınız? Mən elə bütün qonşuları tanımıram. Qadın yenidən gülümsündü. Naməlum şəxs nəzakətli və təmkinli idi. Onunla tanış olmaq lazımdır. Bəlkə xeyri də idi. Lift dayandı. Kişi qırağa çəkildi. Qadın çıxarkən yenidən gülümsündü. O da cavab olaraq güldü. Qapılar bağlandı. Açarları çantadan çıxarmaq elə də asan iş olmadı. Gülləri bir neçə dəfə əldən ələ keçirərək axır ki, açarları tapdı. Qapını açanda arxadan asta addımlar eşitdi. Qadın çevrilməyə çalışsa da güclü əl onu içəri itilərək qapını örtdü. Onun ürəyi düşdü. Çevriləndə liftdəki naməlum şəxsi gördü. Çanta və güllər əlindən düşdü. Sizə nə lazımdır? Qadın titrək səslə soruşdu. Siz kimsiniz? Sakit. Naməlum şəxs narazı halda başını yellədi. Sakit. Mən sizə pis bir şey etməyəcəyim. Bir neçə sualım var. Hansı suallar? Qadın qışqırdı. Hansı suallar? Susun. Kişi ona tərəf addım atdı. Özünüzü ələ alın. Qadın titrəməyə başladı. Deməli, o evə manyakı buraxmışdı. Gedin, mən qışqıracağam. Qadın yalvarmağa başladı. Bacarmayacaqsınız. Naməlum şəxs ona yaxınlaşanda qadın gücsüz halda divara yapışaraq müqavimət göstərmirdi. Mənə əzab verməyin.
Qadın gözlərini yumaraq xahiş etdi. Naməlum şəxs onun qarşısında dayandı. Həmin bahalı ətirin iyi gəlirdi. Qadın gözlərini açdı. Kişi onun qarşısında dayanaraq gülümsəyirdi. Deməli, o əzab verməkdən zövq alır. Qadın zarıdı. Sakit olun, o yenidən dedi. Mənim bir neçə sualıma cavab verin, mən də gedəcəyim. Söz verirəm ki, sizə heç bir şey etməyəcəyim. Hansı suallar? Siz bugün günorta müxbir Kuznetsovla görüşməliydiniz. Bundan boyun qaçırdınız. Niyə? Qadın onun səsini tanıdı. Ona zəng vuran bu adam idi. Həmin səsdir. O siz idiniz? Qadın vahimə ilə soruşdu. Siz mənə zəng vurmuşdunuz? Siz mənim sualıma cavab vermədiniz. Niyə onunla görüşmədiniz? Özünüzü toplayıb dəqiq cavab verin. Niyə? Qadın daha da əsməyə başladı. Deməli, iş manyakda deyildi. O başa düşdü ki, qorxulu oyunda sadəcə vasitə oldu. Başa düşmürəm. Yalan danışmayın, naməlum şəxs ciddi dedi. Niyə siz onunla görüşmək istəmədiniz? Mənə icazə vermədilər. Xahiş etdilər. Mənə dedilər, kimdən Kuznetsov soyadını eşitmisiniz? Qadın başa düşdü ki, o getməyəcək. Kişi onu bütün bədəni ilə divara sıxırdı. Sanki zorlayacaqdı. Qorxuyla birgə bu hərəkət aktrisanı lap əldən salırdı. Qadın nə isə mızıldamağa başladı. Kimdən öyrəndiniz? Qorxulu naməlum şəxs soruşdu. Məni Roman Anatolyeviç xəbərdar etdi. O dedi ki, sizinlə, yəni Kuznetsovla görüşməyim. Qadın sözlərində düzəliş etdi. Mənə Kuznetsov zəng etsə, ona deyim. Roman Anatolyeviç kimdir? Bizim müdürün müavinidir. Telestudiyada. Təsərrüfat üzrə müavindir. Dedi ki, mənə Kuznetsov zəng etsə, ona deyim. Onunla heç bir halda görüşməyim. Ona görə də mən aydındır. Naməlum şəxs təzyiqi azaltdı. Sonra narazı halda başını tərpətdi. Svetlana, siz bilmirsiniz necə çirkin oyuna baş qoşmusunuz. Qadın ağladı. İndi bağışlanılmaz zəifliyinə görə özünə yazığı gəlirdi. Naməlum şəxs artıq elə də qorxulu deyildi. Sağ olun. Drongo qapıya yaxınlaşaraq dedi. Mənim məsləhətimə qulaq asın. Bizim bugünkü danışığımızdan heç kimə bir kəlmə belə deməyin. Bax, onda sizin üçün həqiqətən pis ola bilər. Drongo otaqdan çıxaraq astaca qapını örtdü. Qadın diz üstə oturaraq ağlamağa başladı. Sonra gülləri yığdı, çantasını qaldırdı. Otağa keçib hər şeyi divarın üstünə atdı. Telefona yaxınlaşdı. Tanış nömrəni yığdı. Roman Anatolyeviç, sizsiniz? Qadın göz yaşları içində soruşdu. Nə olub? Cavabda kəskin səs gəldi. Mənə indi mənzilimdə hücum ediblər. Döydülər, əzab verdilər, zorladılar. Tələb edirdilər ki, Kuznetsovla niyə görüşmədiyimin səbəbini deyim. Sən onlara dedin? Hə, onlar məni bərk döyürdülər. Qadın bütün aktyor bacarığını sərf edərək keçirdiyi narahatçılığa görə deyil, həm söhbətini inandırmaq üçün ağlayırdı. Deli, o dedi. Neçə nəfər idilər? 2 yox, 3 nəfər. Biri də şüşədə gözləyirdi. Haradan bilirsən? Deyirdilər. Bir nəfər də bizi gözləyir. Onları təsvir edə bilərsən? Hündür, güclü, çox canlı. Onlar məni döyürdülər, Roman Anatolyeviç. Ağzını yum, o bağırdı. Onlara nə danışdın? Heç nə. Mən sadəcə dedim ki, Kuznetsov haqda xəbərdar edilmişdim. Soruşdular ki, niyə onunla bu gün görüşmədim? Mənim adımı dedin? Yox. Qadın biraz tərəddüddən sonra dedi. Kişi onun qərarsızlığını duydu. Dedin ya yox? O dəstəyə bağırdı. Yox, demədim. Qadın onu inandırmaq cəhdi ilə ağlamaqda davam edirdi. Deməli, onlar 3 nəfərdilər. Hə, məni 2 nəfər döyürdü. Onlar məni zorladılar. Qadın onu inandırmaq ümidi ilə qışqırdı. Sən həzz aldın? Roman Anatolyeviç kobud halda soruşdu. Yenə də yalan danışırsan, qancıq. Yaxşı, indi gəlirəm. O dəstəyi atdı. Qadın gücsüz halda stola oturdu. Sonra dediyini yada salaraq paltarlarını cırmağa başladı. Yataq otağına girib dodaq boyasını götürərək paltarlarına yaxdı. Qələmlə gözünün altına göyəti çəkdi. Təbii alındı. Qadın dərindən nəfəs alıb Roman Anatolyeviçin ona inandığını düşündü. Divanı xatırlayaraq mətbəxə qayıdıb onun üstündəki balışları əzdi. Saçından tel qopardaraq onu da ora atdı.
Baxıb narazı qaldı. Hamama keçib qayçını götürdü. Xarasını kəsmək haqda çox düşündü. Üzünə dəymək istəmirdi. Əlini cızaraq bunu yetərli saydı. Onun heç ağlına da gəlməzdi ki, Roman Anatolyeviç o zaman başqa nömrəni yığır. Mənə Svetlana Roşko zəng etmişdi. O xəbər verdi. Deyir ki, evinə bir neçə nəfər hücum edib, zorlayıblar, döyüblər, məcbur ediblər ki, bu gün niyə Kuznetsovla görüşmədiyinin səbəbini açıqlasın. O sənin adını çəkib, gözü görünməz həmsöhbət soruşdu. And içir ki, yox. Yalan danışır. Ged ora, yerində yoxla. Yalan danışsa, bilirsən nə etmək lazımdır. Artıq şahidlər bizə lazım deyil. Qrafa zəng elə, sənə bir neçə nəfər versin. Başa düşdüm. Roman Anatolyeviç dəstəyi qoydu. Təzədən yeni nömrəni yığdı. Qraf, o dedi. Sənin adamların mənə lazım olacaq.